Bəzi ömürlər təqvimlə ölçülmür. Onlar talihin seçdiyi bir zirvədə dayanır və orada əbədiləşir. Rəşad Qəmbərlinin ömrü də belə ömürlərdən oldu. Qısa, lakin uca. O Cəlilabad torpağının yetirməsi idi. O torpaq ki, hər qarşı zəhmətlə yoğrulub, hər ocağı vətən sevgisi ilə isinib. Rəşad da ocaqlardan birində Ərzamin kişinin və İlhamə xanımın evində boya başa çatmışdı. Ata zəhmətinin, ana dualarının içində böyümüşdü. Ərzamin kişi oğluna həmişə dik dayanmağı öyrətmişdi. İlhamə xanım isə ürəyinə mərhəmət və səbr toxumu səpmişdi. Rəşadın xarakterindəki sakit güc, təmkin və qətiyyət bəlkə də elə bu iki qaynağın vəhdəti idi. Həyat ona yeni bir bahar bəxş etmişdi. Cəmi 2 aydı ki, ailə qurmuşdu. 2 ay. Bəzən 2 ay insan ömrünün ən xoşbəxt zamanına çevrilir. O 2 ayda qurulan arzular, çəkilən xəyallar, edilən planlar vardı. Evdə təzə qurulan ocaq, divarlarda asılmamış xatirələr, deyilməmiş sözlər. O baharın bir sirri də vardı. Onun ailəsi böyüyürdü. Körpə bir ürək ana bətnində döyünürdü. Rəşad ata olacaqdı. Evdə səslənəcək ki, ilk ata kəlməsi hələ deyilməmişdi. Amma artıq arzuların içində yaşayırdı. Amma vətən çağıranda insanın şəxsi arzuları susur. Qisas əməliyyatı adının özü qədər sərt və qəti bir əməliyyat. Bu adın arxasında bir millətin ləyaqəti, şəhidlərin haqqı dayanırdı. Rəşad da o haqqın içində idi. O təkcə silah götürmədi. O atasının adını, anasının duasını, 2 aylıq ailə səadətini, doğulmamış övladının gələcəyini də özü ilə apardı. Şəhidlik xəbəri gələndə bir evin qapısı ağır-ağır döyüldü. İlhamə ananın ürəyi o səsi bəlkə də əvvəlcədən tanımışdı. Ərzamin kişinin gözləri susaraq danışdı. Tabut həyətə girəndə zaman sanki dayandı. O həyətə bir oğul qayıtmışdı. Amma ayaq üstə yox, çiyinlərdə. O anın ağırlığı təkcə valideynlərin yox, gənc bir ananın da taleyinə çöktü. Həyəcandan, ağrının şiddətindən ana bətnində döyünən körpə də susdu. Bir ocaq bir gündə 2 dəfə sarsıldı. O gündən sonra o evdə Rəşadın otağı daha səliqəli saxlanıldı. Əşyalarına daha ehtiyatla toxunuldu. Çünki şəhidlər evlərdən köçmür, sadəcə ünvanlarını dəyişir. Rəşad Qəmbərli indi Cəlilabadın yox, bütün Azərbaycanın oğludur. Onun 2 aylıq ailə hekayəsinin yarımçıq qalsa da, vətənlə olan əhdi peymanı tamamlandı. Bəzi ömürlər uzun yaşamaq üçün deyil, iz qoymaq üçündür. Rəşadın izi torpaqdadır, bayraqdadır, atasının alnındakı qürurdadır, anasının gözündəki yaşla qarışmış işıqdır. Doğulmamış övladının adı isə göylərə yazılmış bir niskildir. Bu xalqın sabahı belə ataların qanı və doğulmamış körpələrin susqunluğu üzərində ucalır. Bu torpaq şəhid qanı ilə yoğrulub, anaların göz yaşı ilə suvarılıb. Biz rahat nəfəs alırıqsa, demək ki, bir ailə əbədə niskillə yaşayır. Şəhidlik ölüm deyil, şəhidlik seçilmiş ömürdür. Rəşad Qəmbərli də o seçilmişlərdəndir. Allah ruhum bizə duası eləsin, elimizə, babamıza, İnşallah vətənimizə həmişə duası eləsin. Rəşadı da böyük ruhu şad olar, görər ki, mənim atamın aldım, ziyarət eləməyə gələm. Borcumuz. Allah canınızı sağ olun. Əllərinizdən öpürəm. Qızım da gəldi, qardaşım da, Allah sənin canını sağ olun. Yəni bu qapı həmişə üzü açıldı.